Təcrübədə tez-tez rast gəlinən haldır ki, hər hansı şəxs və ya şəxslər vəkil olmadıqları halda özlərini vəkil kimi təqdim edərək və ya binaların önünə vəkil xidməti, hüquq xidməti, advokat bu kimi elan lövhələri yerləşdirərək sizə hüquqi yardım göstərilməsini təklif edirlər. Məlumatınız olsun ki, ölkədə hüquqi yardımı ancaq vəkillər kollegiyasının üzvü olan şəxslər, yəni vəkillər göstərə bilər. Bəs özünü vəkil kimi təqdim edən şəxsin vəkil olub-olmamasını necə yoxlaya bilərsiniz? Vəkillər kollegiyasının rəsmi səhifəsində vəkilin axtarışı və ya fəaliyyət göstərən vəkillərin siyasi bölməsinə daxil olaraq istənilən şəxsin vəkil olub-olmamasını dəqiqləşdirə bilərsiniz. Əgər bu imkandan istifadə edə bilmirsinizsə, vəkillər kollegiyası ilə əlaqə saxlayaraq şifahi qaydada da bu məlumatı dəqiqləşdirə bilərsiniz. Vəkillər kollegiyasının üzvü olmayan şəxslərin vəkil adından istifadə etməsi qanun pozuntusudur və bu inzibati və cinayət məsuliyyəti yaradır. Vəkillər kollegiyası bu hallarla bağlı ciddi mübarizə aparır.